Yeni çap olunan İrəvan, Hər daşı tarix adlı fotoalbomda Azərbaycanın mədəni və tarixi abidələri yer alıb. Fotoalbom həm ictimaiyyətin tarixi irs barədə məlumatını artıracaq, həm də Azərbaycan mədəniyyətinin zəngin dəyərlərinin dünyada tanıdılmasına xidmət edəcək. Elmi Araşdırmalar İctimai Birliyinin sədri Telman Qasımovun sözlərinə görə, fotoalbomun hazırlanmasında məqsəd İrəvanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bir daha sübut etməkdir. İnsanların gələcəkdə o öz yurdlarına, yuvalarına qayıtma məsələsidir də burada özünü yer almışdır. Burada belə deyək də nifrət, nə bilim daha aqressiv çağrışlar yoxdur. Sırf həmin o İrəvanlıların xatirələridir. Ermənilər tərəfindən, yəni dövləti tərəfindən məhv olunmuş, dağıdılmış tarixi abidələrdir ki, bütövlüklə İrəvan şəhəri, bax bu fotoalbom bir daha sübut edəcəkdir ki, bu şəhər olubdur Azərbaycan Türk şəhəri. Əsas məqsədlərdən də biri odur ki, fotoalbomun 4 dildə hazırlanıbdır. Azərbaycan dilində, ingilisində, rus dilində və hətta erməni dilində hazırlanıbdır bu fotoalbom. Elmi Araşdırmalar İctimai Birliyi, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanan fotoalbom 4 dildə Azərbaycan, rus, ingilis və erməni dillərində çap edilib. Xatırladaq ki, 2023-cü ildə isə eyni mövzu əsasında Qədim İrəvan, Hər daşı bir abidə adlı sənədli film təqdim olunub.